Vaşinqton və Nyu-Yorkda bankçılıq uyğunluğunun və maliyyə dürüstlüyünün artırılması, Azərbaycan-ABŞ tənzimləyici mübadilə missiyası keçiriləcək. Tədbir Azərbaycan Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçiriləcək. Məqsədi Azərbaycan bankları ilə ABŞ-nin aparıcı maliyyə institutları və sənaye ekspertləri arasında maliyyə əlaqələrini gücləndirməkdir. Son illərdə Azərbaycanla Birləşmiş Ştatların bankları arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Ticarət və biznes əlaqələrini inkişaf etdirmək üçün yeni imkanlar yaradılıb. Azərbaycanın bank sisteminə inam və onun maliyyə institutlarının peşəkarlığının artması Amerika bankları ilə möhkəm əlaqələrin qurulmasında mühüm rol oynayıb. Azərbaycan Cənubi Qafqaz regionundan ABŞ-nin maliyyə bazarlarında aparıcı investordur. İkinci Azərbaycan Bank missiyası da bu genişlənən tərəfdaşlığa əsaslanır. Proqram bilik mübadiləsi, təcrübələri artırmaq, maliyyə sektorunun dürüstlüyünü təşviq etmək və beynəlxalq tənzimləyici standartlarına uyğunluğu dəstəkləmək üçün nəzərdə tutulub. Qeyd edək ki, missiya işinə 19 mayda başlayacaq və 5 gün davam edəcək. Ruhiyyə Nəcəfli, Şəbnəm Fərmanlı, Mira TV, Amerika Birləşmiş Ştatları.